Azərbaycan folklorşünaslığının keçdiyi tarixi yola nəzər salmış olsaq, burada bir neçə tarix hadisənin yer aldığını görə bilərik. Bunlardan bəlkə də ən birincisi Azərbaycan folkloru məkanında ilk dəfə olaraq folklor kitabının Azərbaycan dilində nəşr məsələsidir. Bu kitab görkəmli folklorşünas, maarif xadimi Məmmədvəli Qəmərlinin tərtibçisi olduğu Atalar Sözü kitabıdır. Kitab da bildiyimiz kimi 1899-cu ildə İrəvanda Azərbaycan Türk mədəniyyətinin mərkəzlərindən biri olan İrəvan şəhərində nəşr edilmişdir. Bu nəşrdən sonra gələn sonraki bir addım isə Azərbaycan folklorunun ilkin nəşrlər seriyasının tərtibi yaradılması olmuşdur. Biz bu işə demək olar bir yerdə Afaq Xürrəm qızı ilə başladıq. Afaq Xürrəm qızı da məlum olduğu kimi bizim institutun ən fəal işçilərindən biri idi. Bu kitabın nəşrindən başqa, bu ilkin nəşrlər seriyasının tərtibində bizim nəzərdə tutduğumuz əsas məsələ Azərbaycan folklorunun ilk nəşrlərinin Azərbaycan folklor məkanında qalması, itib batmaqdan qorunması olmuşdur. Məlum olduğu kimi bu sahədə bizim ilk gördüyümüz iş Arvad Ağası kitabıdır. Kitab deməli, deyildiyi kimi Məmmədvəli Qəmərlinin tərtibi əsasında olmuşdur. Bundan sonra tərtib etdiyimiz kitabların adlarını çəkmək istərdim. Bunlardan biri Bayatılar və Manilər kitabıdır. Transliterasiya və ön sözün müəllifləri Rıza Xəlilov, Afaq Xürrəm qızı, elmi redaktoru İsrafil Abbaslı, Səda Nəşriyyatı 2005-ci il. Sonra Bəhlul Bəhçət, Sarı Aşığın Bayatıları, yenə transliterasiya ön sözün müəllifi Rıza Xəlilov, elmi redaktoru İsrafil Abbaslı və Bakı. Aşıq Qərib Dastanı, transliterasiya ön sözün müəllifi Rıza Xəlilov, elmi redaktoru Hüseyn İsmailov, Bakı Səda Nəşriyyatı 2005-ci il. Və folklor çələngi, deməli, 17-ci və 19-cu əsrlər əlyazmalarından seçmələr, transliterasiya, mətnlərin hazırlanması, tərtib və ön sözün müəllifi İsrafil Abbaslı, elmi redaktorları Hüseyn İsmailov, Rıza Xəlilov, Bakı Nurlan 2003-cü il. Sonra Hənəfi Zeynallı, Atalar Sözü, transliterasiya edən Rıza Xəlilov, tərtib edənlər Rıza Xəlilov, Afaq Xürrəm qızı, elmi redaktor Səbinə İsayeva və digər kitablar. Bunlar hamısı bizim ilkin nəşrlər seriyasında önəmli kitablardan biridir. Lakin hamısı deyil. Bu vaxta kimi, bugünə kimi 17 kitab nəşr olunmuşdur. Bu məqsədlə Azərbaycan folklorunun qorunması, itib batmaqdan qorunması şəklində işin. Kitablardan maraqlı olan bir cəhətlərdən biri odur ki, bunlar ilk əvvəl, deməli, eyni bir mərhələdən keçmiş olmuşlar. Yəni, bizim müəlliflər, toplayıcılar, söyləyicilərdən, Azərbaycanlı söyləyicilərdən Respublikanın müxtəlif məkanlarında həmin folklor mətnlərini topladıqdan sonra onları transliterasiya edərək, ilk əvvəl dedikdə biz 20-ci əsrin əvvəllərində, 1-ci, 2-ci 10 illiklərində onu Latın əlifbasında və ya Kiril əlifbasında çap etmişlər. Bir şeyi də qeyd etmək lazımdır ki, bu mətnlərin çapından əsas məqsəd təkrar da olsa deməliyəm, onları itib batmaqdan qorunmaq, Azərbaycan folklorunun, Azərbaycan folklorşünaslığına əgər belə demək mümkün, yeni qan gətirmək, yeni mövzular gətirmək olmuşdur. Və doğrudan da bu belə də oldu. Təəssüf ki, bu ilkin nəşrlər həcmi son dərəcə böyük olmasa da, hər halda Respublikada bu kitablara qarşı böyük bir maraq oldu. Və deyə bilərik ki, biz artıq az qala heç bir şey gözləmədən əlimizdə olan kitabları da istəyənlərə verməli olduq. Amma hər halda onu bilirik ki, biz bununla bizim folkloru geniş əhatə dairəsini genişləndiririk. Bu da onu da göstərir ki, həmçinin bu seriyadan olan kitablara Respublikada böyük bir maraq vardır. Bu kitabların mənşəyinə gəlincə isə bunlar əsasən Azərbaycanlı toplayıcıların və Azərbaycanlı söyləyicilərin fədakar əməyi nəticəsində olmuşdur. Xüsusilə biz toplayıcılardan Mahmud bəy Mahmudbəyevin, sonra
Firidun bəy Köçərlinin, Məmməd Həsən Əfəndiyevin, Mirzə Haşim Vəzirovun və digərlərinin adlarını çəkmək istərdik. Yəni bunlar vaxtilə böyük işlər görüb folklor kitablarını toplamış və sonralar nəşr etmişlər. Lakin bununla yanaşı Azərbaycan folklorunun ilkin nəşrlərinin digər bir mənbəyi isə 1881-ci ildən Tiflisdə nəşr olunan, icazənizlə mən əvvəl bunu rusca deyərəm, Folklor Mesnasiya i Plemyon Kafkaza adlı belə bir kitab belə bir zbornik toplu nəşr olunurdu Tiflisdə. Bu deməli bu toplunun 1881-ci ildən 1915-ci ilə kimi nəşri Tiflisdə aparılıb. 1916 və 29-cu illərdə isə Mahaçqalada onun 44, 45 və 46-cı nəşrləri çap olunmuşdur. Bu topluda çox böyük sayda Azərbaycan folklor masalları çap olunmuşdur. Və buradakı folklor masallarını biz Rus dilinin, Azərbaycan dilindən, ərəb əlifbasından indiki əlifbaya köçürmüşük və nəşr etmişik. Təqribən 6 kitab nəşr olunmuşdur bu sahədə. Smomk qısa adı, bir Rus deyilişini götürmüş. Zbornik materialov для описания местностей и племен Kafkaza. Onun Smomk qısaltma şəklidir. Biz belə də adlandırdıq. Smomk 2. Azərbaycan folkloru materialları. Yəni bu topludan biz 6 kitab çap eləmişik. Bunlardan biri də həmin bu Aşıq Abdullah'da ən sonuncu 16-cı kitab 1925-ci ildə çap olunub. Bu çıxışımızın sonunda fürsətdən istifadə edərək vaxtilə Məmməd Vəli Qəmərlinin Atalar sözü kitabına yazdığı ön sözdən bir sitatı qeyd etmək istərdim. Satı olduğu kimi oxuyuram, nəzər diqqətinizə çatdırmaq üçün. Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal dövlət tələf olur gedir, amma söz qalır. Belə ki, keçmiş hükamanın, şuaranın sözləri hala baqidir. Necə ki demişlər, cəvahirin qiyməti var, amma sözün qiyməti yoxdur. Bu dediklərim Məmməd Vəli Qəmərlinin sözləridir. Lakin bizim xalq arasında da belə bir söz işlənməkdədir. Deyilən söz yadigardır.